Kamran bəy oxuyacaq. Hə, tort gələcək. Demək, təşəkkürlər, çox sağ olun. Təşəkkürlər. Demək, Rövşənə xanım bayaq mən təşəkkür edirəm. Çox sağ olun. Rövşənə xanım bayaq bizim studiyamıza təşrif buyuranda mən dedim ki, Rövşənə xanım soyadında dəyişiklik var. İndən sonra biz onu Rövşənə Ağasəf qızı kimi... İndən sonra yox, artıq 2 ilə yaxındır. 2 ilə yaxındır. 2 ilə yaxındır. Sənin məndən xəbərin yoxdur. Bunun səbəbini soruşurlar bizdən insanlar, zəng edirlər. Rövşənə xanım buyurun. Mən 2 ilə yaxındır ki, artıq yəni ki, dekabr ayının 14-ündən deməli, mənim atam rəhmətə getdi. Allah rəhmət Allah ölənlərinizi rəhmət eləsin. Yəni, mənim atamın çox böyük arzusu idi ki, onun adını soyad olaraq götürüb. Nəysə, yəni hadisələr elə gətirmişdi ki, yəni mən onu götürə bilməmişdim. Amma babam rəhmətə gedəndən sonra, yəni artıq bir 10 gün, 15 gün, yox 20 gündən sonra mən efirə çıxdım, yəni proqrama çıxanda və artıq açıqlama vermişdim bu barədə bütün tamaşaçılar. Amma çox təəssüf ki, yenə də bəzi saytlar yenə də məni düzgün olmayaraq, yəni soyadımı düzgün yazmırlar. Bəzən yalnız adımı yazırlar. Buradan saytlara da səslənmək istəyirəm. Verilişdə, bazar səhəri verilişində açıqlama vermişdim. Mənim atamın çox böyük arzusuydu ki, mən onun adını daşıyam. Amma çox təəssüf edirəm və bu peşmançılıq bir ömür olaraq, yəni içimdə bir vicdan əzabı da var ki, mən onun arzusunu sağ ikən yerinə yetirə bilməmişdim. Dünyasını dəyişəndən sonra onun adını, yəni bir soyad olaraq yəni adımın üzərinə götürdüm və mənim üçün gerçəkdən fəxirdir ki, həm bir Qarabağ veteranı, həm ömrünün 45 ilini Daxili İşlər orqanlarında xidmət eləmiş polis polkovnik Ağasəf Səlimovun adını daşımaq gerçəkdən mənim üçün böyük fəxirdir. Yəni Qarabağda canını qoymuş bir insanın adını daşımaq əlbəttə ki, mənim üçün fəxirdir.